Salam, bu video memarlığa hazırlaşan abituriyentlər üçündür. Mən özüm də bu mövzuda çox əziyyət çəkmişəm. YouTube-da məsələn video axtarırdım, suallarıma cavab tapa bilmirdim. Memarlığın imtahan sistemi, qabiliyyət imtahanı falan bununla bağlı, yəni videolar tapa bilmirdim. Ona görə də bu mövzuda çox əziyyət çəkdim, yetəri qədər təcrübə yığdım və bunu sizinlə bölüşmək istəyirəm. Yəni sizə kömək olmaq istəyirəm. Çünki vaxtında biri belə bir video paylaşsın, mən də o videoya baxım, bir şey öyrənim çox istəyirdim. Əvvəlcə sizə imtahan sistemi ilə bağlı demək istəyirəm. Memarlıq birinci qrupdadır. Yəni bəziləri 5-ci qrupla qarışdırır ya da memarlıq birinci qrupdadır deyə elə bilir qabiliyyət imtahanı verməli deyilik. Xeyr, memarlıq birinci qrupdadır. Blok imtahanından kimya fənnindən imtahan verməyi tələb eləyir. Yəni normal olaraq buraxılış verirsiniz. Azərbaycan riyaziyyat, ingilis dili 3 fəndən. Sonra blok imtahanı verirsiniz. Riyaziyyat, fizika, kimyadan, informatika yox. Və sonra qabiliyyət imtahanı da verirsiniz üstəlik. Qabiliyyət imtahanı haqqında danışmaq istəyirəm. Daha çox geniş məlumat vermək istəyirəm, yəni. Memarlığın qabiliyyət imtahanı 3 heykəldən biri düşür. Və A3 kağızında çəkilir, yəni həmin heykəl. İndi bunu 5-ci qrup dizaynların verdiyi qabiliyyət imtahanı ilə müqayisə eləmək istəyirəm ki, fərqi başa düşəsiniz. 5-ci qrup dizaynlarda 4 heykəl olur. 4 heykəldən biri düşür. Bizdə amma 3 heykəldən biridir və onlarda 4-cü heykəl qatmilatdır və daha çox, nə bilim, çətinlik çəkir də, yəni onu çəkən insanlar. Mənə görə çətin deyil, yəni əslində çətinliyi var, yorucudur. Çünki digər heykəllər məsələn cavandır, üzləri uşaq quruluşuna sahibdir və Leonardo da Vinci'nin məsələn qızıl ölçüləri var da, nisbət var, sifət 3 yerə bölünür falan. O qızıl ölçüləri uyğundular. Amma bu qatmilatın üzü qızıl ölçülərə uyğun deyil. Və yaşlı insan olduğu üçün əzələləri var, çıxıntıları var. Yəni onu oxşatmaq, onu bildirmək lazımdır, belə deyim sizə. Ona görə də çətinlik çəkirlər onu çəkəndə. Yəni çətindir. Nəysə və onlar A2 formatında çəkirlər, daha böyük kağızda çəkirlər və onların imtahan saatı 6 saatdır. Amma biz memarlar da 3 saat 45 dəqiqədir. İndi bu il dedilər ki, dizaynlar, memarlarda 6 saat eləyiblər deyəsən. Dizaynlarında elə bir bal sistemi olmayacaq. Məsələn, onu da deyim sizə, bizdə baldan deyil. Yəni buraxılış fərqində yazırlar 6 bal və üstü keçiddir 10 baldan. Amma məqbul ya da qeyri-məqbul yazılır. Yəni imtahan sistemində. Amma dizaynlarda həmişə bal olur. İndi bunu deyim, deyəsən dizaynlarda dəyişiblər. Məqbul, qeyri-məqbul olacaq, bal olmayacaq. Onlar üçün əsas elə bir buraxılış balı olacaq da. Onu da bilmədim. Bu ildən mi eləyəcəklər, gələn ildən? Yəni onu özünüz müəllimlərinə maraqlı. Yəni dəqiq qərar çıxacaq da, DİM tərəfindən paylaşılacaq. İndi nə demək istəyirəm? Rəsm müəllimi haqqında sizə məlumat vermək istəyirəm. Əslində müəllimlər haqqında, yəni istər buraxılış olsun, istər blok olsun, yəni sizə tövsiyə elə bilərəm həqiqətən. Mən liseyə hazırlaşmışam, liseyə qəbul olmuşam. Ona görə yəni buraxılış blok müəllimlərim 5-6 il yəni onların yanına getmişəm. 7-ci sinifdən elə bir mən liseyə hazırlaşmışam, DİM proqramı ilə. Qəbul olmuşam, liseydə oxumuşam, sonra yenə müəllimlərimin yanına hazırlığa getmişəm. 9-cu sinifdə buraxılış verəndə o müəllimlərin yanına getmişəm, 10-cu sinifdə, 11-ci sinifdə o müəllimlərlə hazırlaşmışam. Qabiliyyət imtahanına bağlı rəsm müəllimi tövsiyəsinə gələndə, belə deyim, rəsm müəllimi sizə tövsiyə elə bilməyəcəm. Çünki mən özüm neçə dənə rəsm müəllimi dəyişmişəm. Çünki dediyim kimi, qabiliyyət deyəndə hamının ağlına 5-ci qrup gəlir. Və sizə də izah elədim fərqini. 5-ci qrup tamamilə ayrı bir şeydir, 1-ci qrup ayrıdır. Yəni biz onsuz buraxılış veririk, blok veririk, blokun ikinci cəhdi də var, qabiliyyət imtahanı falan. Yəni qabiliyyət imtahanında dediyim kimi 5-ci qruplar bir dənə buraxılış verir və nə qədər vaxtı vardı və onlarda da daha çox tələb eləyir. Onlar 2-3 il məsələn gedir də qabiliyyət imtahanına hazırlaşır. Biz bu qədər hazırlığa gedirik və üstəlik əlavə blok qabiliyyət imtahanına da hazırlaşaq rəsmə. Başa düşdünüz? Yəni çox hazırlıq olur. Bilmirsən bala hazırlaşasan, bal imtahanı bilmirsən, qabiliyyət falan. Yəni o stresi anlayıram. Yəni dizaynların işi də asandır demirəm. Sadəcə dediyim kimi onlar rəsmdən daha çox məşğul olduğu üçün onların da stresi çoxdur. Çünki məsələn mən öz stresimi desəm, qabiliyyət imtahanı nədir, rəsm nədir? Gözümü açandan dedim ki, mən 7-ci sinifdən hazırlıqlardayam, ancaq DİM imtahanı, sınaqlar, riyaziyyat, fizika falan odur da, yəni mən də başa düşdünüz. Yəni rəsm nədir, qabiliyyət nədir? Həqiqətən çox qəribə olmuş. Hətta deyirdim indi bu elədir ki, OTK sınaqlarına falan gedirsən güvənə, bilirsən də özünü. Amma elə bilirdim rəsmdən sınaq yoxdur. Rəsm üçün sınaqlar var. OTK-da var. Mən getmişəm bir dəfə. Elə həmin Azimionun içərisində olur. Memarlıq İnşaat Universitetinin içərisində olur sınaq.
Onu deyim ki, memarlıq üçün 11-ci sinifdə rəsmə başlamağımız kifayətdir. Yəni mən sizlə təcrübələrimi, memarlığa necə qərar verdim, o birazdan danışacağam. Əsas sizə nəyi danışmaq istəyirəm? Yəni memarlığı həqiqətən istəyirsinizsə, yəni memar olmaq istəyirsiniz, necə biri var, bir hədəfin yoxdur, məqsədin yoxdur, nə bilim, balını yığırsan, hara çatdı gedib ora oxuyursan, universitet bilmirsən, hansı universitet olur olsun, ixtisas sənin üçün fərqi yoxdur, o başqa şey. Amma biri də var, yəni sən memarlıq ixtisasını istəyirsən və balığı o ixtisasın keçidindən baxırsan, keçid balı nədir? Balığı ora çatdırırsan, qabiliyyət də verirsən falan. Yəni həqiqətən ixtisası istəyirsənsə, dediyim kimi, gördüyünüz kimi nə qədər imtahan verirsən, hələ qabiliyyətin stresi də var. Adam daha stres olur da, yəni. Yəni qabiliyyət imtahanı da verirsən, bu çətindir. Qəbul olma prosesi çətindir. Qəbul olduqdan sonra universitetdə oxumaq yenə çətindir. İndi mən dediyim kimi sevirəm, sevərək eləyirəm o çətinlikləri. Gecə-gündüz yatmıram, eləyirəm, sevərək eləyirəm yəni. Həqiqətən bu mənim üçün problem deyil. Sadəcə, yəni siz dediyim kimi həqiqətən ürəkdən istəyirsinizsə, sizin üçün də bunlar problem olmayacaqsa, yoxsa yəni deyəsiniz, yox, universitetə girdim, kef eləyim, elə bir şey olmayacaq. Yəni əlbəttə heç vaxt elə bir şey olmayacaq. Yəni universiteti bitirəndən sonra obada kasser işləmək istəmirsinizsə, əlbəttə əziyyət çəkməlisiniz. Hədəfiniz olmalıdır. Konkret bir universitet istəməlisiniz, ixtisas istəməlisiniz, qəbul olandan sonra da oxumalısınız, çalışmalısınız, kursa gedib kompüter öyrənməlisiniz, proqramlar, dili öyrənməlisiniz. Yəni memar kimi İndi sizə onu da deyim. Çox təzyiqlər olacaq sizə. Mənim ailəmdə də var idi. Nə bilim, memarlıq qadın sənəti deyil, kişi sənətidir. Nə bilim, mənim babam da memardı hətta, onu deyə bilərəm. O da deyirdi, qadın sənəti deyil, çətin olacaq. Nə bilim, Azərbaycanda memarlıq yoxdur, iş yoxdur, var. Memarlıq elə bir sənətdir ki, ona hər zaman tələbat var. Memarlıq insanların həyatını rahatlaşdırırsan, olmayan bir şey yaratmaq, əlbəttə yaratmaq deməyək. Sadəcə necə deyim, sanki o şey var əslində, sadəcə onu ortaya çıxarırsan. Başa düşdünüz? Yəni bilirsiniz, memarlıq şey də deyil, Allah sırf bir iki nəfərə, yəni bəzi insanlara qabiliyyət verib, bizlik deyil, elə də deyil. Amma qabiliyyət tələb edir. Yəni mən memarlığa başlama haqqında danışım. 10-cu sinifin yay tətilində birdən başladım rəsm falan çəkməyə. Sanki o hissləri rəsmə tökürsən, elə bir şey və gördüm ki, qabiliyyət var. Belə uşaq-uşaq şəkillər çəkdim falan. Yenə də hələ şey eləmirdim, memar olacaqsın. Sonra başladım, yəni məni uşaqlıqdan bəri, indi bəziləriniz bilərsiniz, Minecraft oynamışıq, nə bilim, ev dizayn etmə oyunları falan. Oradan həvəs gəlir də, yəni. Nə bilim, mən başladım ev dizaynları çəkməyə, mətbəx çəkməyə, dizaynları bildiyinizdə, yəni otaq falan, həmişə də maraqlanmışam elə şeylərlə. Dedim, mən memar olacağam, olmalıyam. Yəni mən əsasən həkimlik istəyirdim. Tip falan. O da, yəni qadına nə deyərlər? Həkim ol, müəllim ol falan. Dedim, mən həkim. Təsəvvür edirdim, bizə psixoloq var idi liseydə. Həmişə deyirdi, yəni ixtisas seçmə elə belə şey deyil. Özünü harda görürsən, yəni yum, məsələn həkimlik deyirsən də, gözlərinizi yumun, yəni həkimlik, həkim xalatında falan belə sevdirməyə çalışırdım özümə ki, hə, ağ xələt falan. Yox, özümü həkim olaraq görmürdüm. Və sonra memarlıq. Yəni memarlıq hətta var. Mənim ətrafımda da, hə, incə nə olasa memarlıq nədir falan bilməyənlər vardı. Mən də bilmirdim. Bilirdim amma sənəti, adını bilmirdim. Başa düşürüz? Yəni elə bir sənətlər olar, deyərsən, o sənətin qrupu hansı falan bilmərsən də. Yəni elə bir şey memarlıq. Memarlıq falan, yəni sonra maraqlıdır. Hətta mən bilmirdim memarlıqda qabiliyyət. Mənim mamam həqiqətən gördü istəyimi, maraqlandı. Dedi ki, İnci, memarlıq kimya tələb eləyir? Mən heç o əlavə maraqlanmama ehtiyac qalmamışdı. Mamam maraqlanmışdı. Kimyaya gedəsən, İnci, memarlıq kimya istəyir? Qabiliyyət imtahanı verəsən, var. Yəni falan hər şey mamam maraqlanmışdı. Mən sadəcə dediyim kimi gözümü yumdum, özümü hətta ətrafımda da hamı deyirdi, sən memar vibe verirsən həqiqətən. Və mən memarlığı o qədər sevirəm, o qədər ətrafıma yansıtmışam ki, hətta balaca uşaqlar falan ətrafımda vardı. Onlar belə gəlib mənə deyirdi ki, hətta mənim xəbərim yox idi, gedib evdə deyiblər ki, məsələn, biz memar olmaq istəyirik, memarlıq falan. Yəni çox qəşəng bir şeydir. Yəni sənətimi o qədər sevirəm və həqiqətən mən memar olaraq işləmək istəyirəm.
bütün əziyyətə də razıyam və mən heç vaxt rahata alışan bir insan olmamışam. Universitetə girəcəm, kef eləyəcəm, yox. Mən buna görə seçdim. Universitet həyatım, tələbəlik illərim maraqlı olacaq. Layihələr çəkəcəm, rəngli, çertorlar falan. Yəni tələbəlik illəri oxumağa da həvəsim artacaq. Yəni ancaq sual əzbərləyim, öyrənim, gedim dərs danışım, yox. Rəngarəng bir tələbəlik illəri dərs sistemi olacaq və bitirəndən sonra da memar olaraq işləyəcəm. Yəni həkimlik mənim gözümdə qan, dəhşət falan, psixologiyam əl verməzdi də ona, başa düşdünüz. Amma memarlıq rəngarəng görürəm. Rəngarəng deyil təbii ki də. Var çətinliklər, gecə-gündüz işləsən falan. Olsun da, yəni çertoj eləyəsən layihə və axırda bəyənəcəklər onu. Bilirsiniz yəni o nə deməkdir? Yəni dediyim kimi mən onu sevirəm. Bilmirəm siz tərəfdən necə qarşılanacaq. Yəni memarlıq anımda bu. Universitetə qəbul olundan sonra oxuma sistemi ilə də ayrı, yəni başqa bir video hazırlayacağam. Hətta suallarınız çoxdursa, o suala da aid bir video hazırlayaram. Mənim TikTok hesabım da var, hətta istəyirəm Instagramda da ayrı açım. Orada suallar verirəm, bacar bildiyim qədər cavab verirəm hamısına. Hətta hamısına cavab vermişəm, yəni. Hətta məsələn onlar sual soruşmasa da mən əlavə məlumatlar verirəm, çünki özüm bu mövzuda çox əziyyət çəkmişəm. Demişəm ki, kaş biri belə bir video paylaşsın, biri şeyləsin falan. Hətta TikTokda bilmirəm tanırsınız ya yox, var idi 1-2 memarlar. Onlardan sual soruşmuşam. Həqiqətən YouTube-da var idi. Yəni sağ olsunlar cavab veriblər. Bir-iki sual soruşmuşam, ondan da bildiyimi etmişəm. Məsələn sizə onu da deyim. Mən ilk rəsm müəllimin yanına gedəndə o mənə qatmılat öyrədirdi. Heykəllər haqqında da sizə məlumat verim. Heykəlləri də, yəni dediyim kimi qabiliyyət deyəndə hamının ağlına 5-ci qrup gəlir və fərqi də sizə dedim. Aradakı fərqlər nədir? Rəsm müəllimləri mən hamısı aldadıb. Yəni hamısı aldadıb deməyim, əstəğfurullah, hamının haqqına girmərəm. Sadəcə necə deyim sizə? Yəni məsələn getdim birinə, dediyim kimi qatmılatı mənə öyrədirdi. Mən dediyim kimi çox çətindir, vaxt apar. Niyə ona vaxtım getməli idi? Hələ bunu daha yaxşı öyrənə bilərdim də, yəni. Ona vaxtım getdi. O birisine getdim, həmçinin A2-də çəkdirdi. Yəni A3-də öyrənməliyim falan. Bəzilərinə də getdim, disiplin yox idi. Disiplin yoxdursa müəllim nə qədər yaxşı olur olsun alınmayacaqdı ki, alınmadı da. Mən özüm hazırlaşdım. Yəni təsəvvür edin imtahana 4 gün qalırdı. 4 gündə necə deyim? Saat 5-də falan təsəvvür edin paylaşıblar ki, imtahan saatların. Mən də gecə birdən axşam içimə elə bir dolmuşdu ki, girim bir maraqlanım da. İnternetə baxdım, birinci gün təsəvvür mən 4-cü gün axşam baxmışam, birinci gün imtahandır. Yatdım uca axşamı, 4-cü gün, 5-ci gün durdum, Diananı çəkdim. O birisi gün bir heykəldi. O bazar gündə bir heykəl, birinci gün mənim imtahanımdı. Getdim imtahanı verdim. İndi sizə onu deyim. Heykəllər Diana, Venera və Avqust, unutdum. 3 heykəldən düşəcək. Dediyim kimi Diana, Venera və Avqust. Bizə Avqust düşmüşdü qabiliyyət imtahanında. Görün video şəkillərini qoya bilsəm qoyaram ki, görün. Həqiqətən müəllimlər dediyim kimi mən qatmılatı öyrədirdilər. Təsəvvür edin, memarlığa hazırlaşıram mən qatmılatı öyrədirdim. Ona görə şəkillərini də görün, bilin hansı heykəl, hansıdır, adını falan tanıyın. Dianadır bu. Bu qatmılat idi. Bunu qəşəng çəkməmişəm, tam deyil, bilmirəm tam görünür videoda ya yox. Yolda necə deyim sizə, motivasiya haqqında da məlumat verim, motivasiya verim daha doğrusu sizə. Mən məsələn belə deyim də sizə. Allaha inanıram. Din haqqında nə qədər danışmam doğrudur, həqiqətən bilmirəm. Amma dediyim kimi mən namaz qılıram və bu əslində namaz qılanlar haqqında da belə şey eləmək istəyirəm. Çünki aranızda varsa, yəni. Çünki mən məsələn çətinlik çəkmişəm də, bilirsiniz, səhərdən axşama qədər məktəbə də gedirdim mən bu arada. Məktəbə get, oradan çıx hazırlığa get, günə 3-4 hazırlıq falan, namazlarımı necə qılım falan. Yəni o ayrı sual olsa ona şey elə bilərəm ya da hərə öz rejiminə uyğun düzəltməyə çalışır. Yəni dediyim kimi inanın, başa düşdünüz? Yəni necə motivasiya önəmli deyil bu arada, disiplin önəmlidir. Məsələn motivasiya bir yerə qədərdir. Nəsə yaşadığın gün ərzində ailəndən problem oldu, dostundan kimsə sənə zərbə vurdu, dərsində pis oldu falan, çökdün, həmin gün dərs oxuya bilmirsən, nə qədər özünü zorlasan da olmur. Səhvin çıxır, daha da taqətdən düşürsən, çünki adicə bir şey səhv edirsən də. Yəni ona görə də dediyim kimi disiplininiz olmalıdır. Mən bir konkret rejimim yox. Çünki dediyim kimi həyat rejimlə olmur. Həyatda gözlənmədiyi anlar şeylər olurdu. Həmin günə uyğun rejim qururdum. Səhər dururdum. Məsələn xəstələrsiniz, məktəbə getmirsiniz, hazırlığa getmirsiniz, rejim pozuldu. Xəstəyəmsə, evdəyəmsə filan mövzunu açım. Ev tapşırığımı edeyim, sonra sınaq edeyim. Yəni elə o öz gününüzə uyğun rejim qurun. İndi bilmirəm də, yəni mən məsələn elə bir plan qurum, ömrümün sonuna kimi, yəni 11 sinifin axırına qədər o planla gedən bir insan olmamışam. Dediyim kimi həmin günü qurmuşam. Siz indi ona uyğun rejiminizi qurun. Rəsm müəllimi haqqında da bayaqdan danışıram. Dediyim kimi
Mən özüm hazırlaşmışam. O da necə oldu? Mənim bir dənə qadın müəllimə həyatımı dəyişdirdi həqiqətən. O da mənə bir dənə sözü ilə mən dedim ki, mənim zehnimdə yaxşı olub, nəsə oxuyanda yadımda qalıb və əl qabiliyyətimlə dedim ki, özümdə o bacarığı görmüşəm. Baxın, mənə dedi ki, qurma yolunu öyrətdi. Baxın, qurma öyrənin. İndi proqramlar var, məsələn, qoyurlar stəkana, o çəkirlər. Mən qurma bilirəm. Bu bilirsiniz nə deməkdir? Yəni fərqi yoxdur. İstəyirsən balaca kağız olsun, böyük kağız olsun, nə qədər böyük olsun, mən o şəkli çəkəcəm. Ona uyğun. Da böyük kağızda balaca çəkməyəcəm. O kağıza yerləşdirə biləcəm. Bir insan gəlsin qabağımda canlı otursun, mən onu çəkə biləcəm. Çünki qurma bilirəm. Qurma da bilirsiniz nədir? Əvvəlcə başlamadan qabaq nə edirsiniz? Dörd bir tərəfdən yerləşdirirsiniz heykəli. Aşağıdan çox məsafə qoyursunuz ki, həmişə elə olmur da. Sadəcə biz indi imtahan veririk, heykəl yuxarıda olur. Aşağıdan çox qoyursan, üstdən biraz az. Heykəl sağa baxırsa, sağdan çox qoyursan, sola belə qoyursan, düz ortadan baxırsansa, hər iki tərəfdən bərabər məsafə qoyursan. Sonra da yerləşdirməyə başlayırsan da. Yəni bu sözdən həqiqətən zəhləmgedir. Amma həqiqətən elədir. Rəsm müəllimləri də deyir həmişə. Nə görürsən onu çək. Nə bilim, bax üz neçə dəfə yerləşir falan filan ümumi şeydə. Elədir. Yəni baxırsan çənəsi hara düşdü falan filan, elə çəkirsən. Mən məsələn dediyim kimi evdə praktik elirdim. Hər gün 1-3 heykəl çəkdim 3 günə. Birinci gün getdim imtahan əzbərləmədim. Bir də sizə onu da deyim, hər heykəl eyni olmur. Heykəllər çünki qəlibdən çıxır və çıxdıqca formasını dəyişir. Məsələn bizim rəsmdə qabiliyyət imtahanı getdikdə kursda heykəllər başqadır. Diananın topuzu yoxdur. Nə bilim, Avqust fərqli, yəni yoxdur. Amma mən Azmiya sınağa gedəndə gördüm ki, Diananın topuzu var. Və sizə onu da deyim, qabiliyyət imtahanında görürüm ki, hamını kəsirlər. Və mən də qərar verdim ki, çətini öyrənim. Yəni hamı düz çəkir heykəli. Mən yan profil öyrənmişdim çəkməyə. Ki qoy müəllimim də demişdi, yan çəkin ki, qoy görsün yanda uca perspektivaya düşür. Yəni bir göz yuxarıda, bir göz aşağıda olur. Nisbətlər var da, başa düşürsüz, perspektiva bildirməlisən ki, yəni yana baxır da o. Başa düşürsüz, yəni gözü bərabər elə bilməz. Belə də baxanda görürsüz, bu gözüm yuxarıda, bu gözüm aşağıda. Yəni sizə belə başa sala bilərəm. Hə, belə bu arada. Yəni başımı əyməmişəm. Belə də baxsam, nəysə də. Hə, yəni mən önce yan profil öyrənmişdim, çəkmək və müəllim məsələn deyirdi ki, heykəli əzbərləyib getməlisiniz falan, elə bir şey yoxdur. Əzbərləmək yoracaq sizə. Dediyim kimi heykəllər eyni olmur. Diananın topuzu, məsələn mən yan çəkirəm, Diananın topuzu düşür. Ayda neyniyim, necə eləyim, hamıdan soruşurdum, TikTokda kim var soruşurdum falan. Düşürsə çəkməlisiniz. Və çəksəz mən çəkmişdim. Hə, burada düşmür, görünmür. Amma yəni mən çəkmişəm və mən o bilsiz necə çəkdim. Pinterestə girdim, Diananı yazdım, topuzu düşürdü. Qabağa eləmişəm, oradan baxıb çəkmişdim, təsəvvür edin. Yəni yarı heykəl, bir də mən heykəldən baxıb işləməmişəm heç vaxt. Serikopiya çıxartmışam. Daha doğrusu müəllim çıxardıb bizə vermişdi o vaxt. Oradan çəkmişəm. Orada da Avqustun sifəti 3 bərabər hissəyə bölünməmişdi. Təsəvvür edin, belə bölürdüm. Bu gəlib buralara düşürdü. İmtahanın da başlayanda qabiliyyət imtahanı həmişə genel bilgiləri bir kişi müəllim gəlib sizə, kişi müəllim deyil, daha bizdə kişi idi də, sizə verir. Ki, hə, baxın bunun sifəti 3 bərabər hissəyə bölünür, bu elədir falan filan. Amma mən dedim, 3 hissəyə bölünmür, axı yəni burada qalır. Dedi, yox, bax belə bölünür. Mənim serikopyamda 3 hissəyə bölünməmişdi. Amma orada bölünmüşdü. 1-15 dəqiqə falan mənim o bölünür. Çünki Avqust biraz balaca heykəldir, yığacam. Onu vərəqə yerləşdirmək ya balaca alınırdı, ya çox böyük alınırdı. Nə vaxtım getmişdi, ona çox stres almışdım. Axırca nə dedim, inci, bu qədər əlləşmə. Yəni qurmuşdum kampana falan. Hə, yəni memarlıqda da ona baxırlar. Kağıza düzgün yerləşdirin. Bu, yəni düzgün yerləşdirin. Dediyim kimi yan profil seçirsiniz, görək bu perspektiva bilirmi? Yəni ona baxırlar. Oxşatma biraz falan. Göz əsasdır. Gözdəki xarakteri tutdursa oxşadırsınız. Həqiqətən mən məsələn hər şeyi çəkirəm, axıra gözü saxlayıram. Görürəm ki, belə oxşur. Gözü çəkəndə oxşamır. Çünki tutmalısan o xarakteri. Adi elə belə şey deyil də, yəni. Ondan sonra nədir? Hə, ştrix. O qədər ştrix eləməm. Mən məsələn ştrix eləmə hələ də bilmirəm. Ştrix eləmişim, qapqara olmuşdu. Elastik pozan alın, aparın imtahana. Mən ilk dəfə elastik pozan orada işlətmişdim və həyatımı qurtarmışdı. Təsəvvür elədim. Səda indi getdi, sən qəbul olmayasan. Sonra elastik pozanı çıxartdım, pozdum. Ayda, o qədər qəşəng göründü ki, həyatımı qurtarmışdı o elastik pozan. Dedim, yox, hələ də bir ümid işıq yarandı da mənim üçün həqiqətən. Vəsə, şükür. Yəni düzəltdim. Dedim da nə oldu. Vəsə, elədim, qəşəng Avqustu çəkdim. Çox qəşəng də çəkdiyimi düşünürəm. Belə dizaynlarda şəkilləri düşür, memarlarda şəkil düşmür imtahanda. Baxa bilmirsiniz. Amma yəni mən hətta istədim anamgilə falan göstərim evdəkilərə. Göstərə bilmədim. Dedim sizin üçün ayrıca çəkərəm. Nəysə, hə, yəni elə. Başqa nə deyim qabiliyyət imtahanından bağlı.
Hə, sınağa getdim. Mən məsələn dediyim kimi heç nə bilmirdim, əzbər bilmirdim. Bu cəmaət əzbər heç kim heykələ baxıb eləmir deyə bir insan karandaşla götürüb ölçsün falan yox idi. Bir də mən ayağa dururdum belə. Mənə qəribə-qəribə baxırdı. Hamı heykəli əzbər bilirdi. Amma heykəli əzbərləməyin. Mən məsələn dediyim kimi əsas baxırdım, praktik eləyirdim. Hə, mən öhdəsindən gələ bilərəmmi? Gördüm ki, gəldim və hətta OTK-da sınaqdan 6 bal çıxmışdı da. Yəni məndə 6 balda keçiddi bilirsiniz. Prosta bilirsiniz, topuzu mən hesaba qatmamışdım. Çox belə kağızdan çıxırdı da uca. Ona görə bal kəsdilər, yoxsa 7 falan verərdilər. Hə, amma sonra çox düzəltdim, üstümdə işlədim. Bəli. Belə yəni, hə, sınaqda uca özümə görüm. Bilirsiniz, hər insan deyir, məsələn, mən öhdəsindən gələrəm, eləyərəm falan. Sən gəlməlisiniz. Yəni mən məsələn dediyim kimi o sözü boşuna demirəm. Çünki hamını allada bilərsiniz, özünüzü allada bilmərsiniz də, yəni. Başa düşdünüz? Mənim anam ki, məsələn deyirdi, sən bu qədər oxursan, indi niyə narahat olursan, niyə stres olursan, bu qədər qəşəng çəkirsən. Stres oldum çünki insanlar kəsirdilər. Mən özümə güvənirdim, amma nə bilim, qorxurdum da. Dim sanki bizdən daha çox şey istəyirdi. Tamammı? Yəni imtahan olsun, nə oxuduğun yerdən düşmürdü. Bəzi şeylər məntiqi sual idi. Yəni məntiqin çatmalı idi. Yəni konkret oxuyum, gedim yazım söhbəti deyildi. Mən bu blok imtahanında hətta çox onu yaşadım. Gördüm ki, yəni savad söhbəti deyil. Məntiqin olmalıdır, başa düşdünüz? Belə, başqa nə deyim sizə? Hə, daha doğrusu hə, memarlıq əsas şeylər qalıb, universitetlər. Memarlıq üçün universitetlər az seçim olaraq və qabiliyyət imtahanı tələb etməyən universitetlər də var. Naxçıvanda memarlıq, Naxçıvan Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvanlıyam bu arada mən. Hə, Naxçıvan Universiteti, Bakı Mühəndisliyi və ADA Universiteti qabiliyyət imtahanı tələb etmir. ADA Universitetində təzə açılmışdı hətta. İndi İtaliya Universiteti açılıyor, onun daxilində olacaq hətta memarlıq. Keçid balı 583 idi mən baxanda, yəni indi dəyişərlər falan bilmirəm, onu maraqlanan girib Google-da yazsaz ki, birinci qrup keçid ballar falan, o hər universitetin keçid ixtisası ilə birlikdə düşür orada, artı keçid baxırsınız memarlıq yazır. Möhtərizədə olanlar, bir də hə, onu da deyim sizə, memarlıqda möhtərizədə olan, yəni şeydir də, pulsuz, o birisi ödənişlidir də. İkisi də eyni olur, narahat olmayın. Yəni siz o balı yığdınız, ödənişsizə qəbul olursunuz. Orada kodlaşdırmanda sadəcə seçirsiniz ödənişsiz. Azərbaycan Memarlıq və İnşaat Universiteti, mən özüm də orada oxuyuram. Memarlıq var orada. ADA Universiteti dedim sizə. Sonra Azərbaycan Memarlıq İnşaat Universitetində bu arada şey də var. Azərbaycan sektoru var, İngilis sektoru var, Rus sektoru. Hə, sonra Bakı Mühəndislikdə var və orada da İngilis sektoru var, Az sektoru var, Rus sektoru var ya yox, bilmirəm. Orada da çox qəşəngdir memarlıq. Mən hətta oranı da istirdim. Sadəcə ora yol baxımından Xırdalandadır, biraz çox uzaq olardı deyə şey eləmədim də, yəni. Yoxsa orada gəlib oxuyardım. Bakı Mühəndisliyi, Naxçıvanda var, dediyim kimi. Ora qabiliyyət tələb eləmirdi. Başqa? Hə, Adrada var, Rəssamlıq Akademiyası, memarlıq var. Sadəcə, yəni, Rəssamlıq Akademiyası, mən bilirsiniz, Rəssamlıq Akademiyası daha çox dizaynların olduğu bir mühit falan. Ona görə mən məsələn, memarlıq üçün memarlıq inşaat daha yaxşıdır. Yəni, hər bir ixtisasın bilirsiniz ki, universiteti olur, yəni. Digər ixtisaslar da olur həmin universitetdə, amma daha çox o universitet o təmayüllüdür də, yönümlüdür, başa düşdünüz, yəni. Xəzər Universiteti unutmuşam. Bu il Xəzər Universitetində də açıldı memarlıq, İngilis sektoru falan, hə. Yəni mən Memarlıq İnşaat Universitetini istədim, Memarlıq fakültəsini istədim. Memarlıq fakültəsi memarlıq ixtisası bu arada, indi sizə onu deyim. Memarlığın şərh salma qolu da var. Memarlıq bilirsiniz nədir? Memarlıq hər şeyi əhatə eləyir. Biz indi universitetdə birinci semestr rəngkarlıq keçdik. Boya ilə, interyer müəllim öyrətdi bizə o otaq şeylərində, rənglərində hansı rənglər istifadə, ahənglər falan filan belə. Heykəltaraşlıq keçdik, bildiyiniz plastilindən, yəni düzəltdik abidələr, başqa nə düzəltdik? Şüşədə hə vitraj falan şeylər, konturlar falan şeylər elədik. Sonra rəsm keçdik falan. İndi bu bir semestrlik idi. Bu getdi. İndi gələn semestr başqa şeylər keçəcək. Ali riyaziyyat falan. Belə layihə dərsi onsuz 4 il olacaq sizinlə. Belə. İndi nə demək istəyirəm? Memarlıq hər şey əhatə eləyir.
hər bir şeyi. Memarlıq önəmli sahədir. Məsələn, dizayn da memarlığın bir əslində növüdür. Yəni dediyim kimi memarlıq çətindir. Hər şey əhatə etdiyi üçün, yəni memarlığa gücünüz çatmırsa, qolunu seçə bilərsiniz. Şəhər salma, məsələn, qabiliyyət və imtahan vermək istəmirsiniz, memarlığa da gücünüz çatmır. Şəhər salmaya gedirsiniz, qolu var, birinci qrup. Nə bilim, məsələn, 5-ci qrupda gedirsiniz dizayna. Nə bilim, dizaynda interior dizayn var, qrafik dizayn var. Yəni sahələr çoxdur. Hamısı da incəsənətin bir növüdür. Yəni belə deyim sizə. Bir də ixtisas seçimi haqqında sizə bunu demək istəyirəm ki, baxın, mənim hətta fizika müəllimim demişdi ki, özü demişdi bunu. Memarlıq, mühəndislik, tibb, həkimlik olsun. Yəni bunlar elə sahədir ki, bəlkə də unutduğum şeylər varsa üzr istəyirəm. Amma elə sahələr var ki, onu sırf onu oxuyan bilər. Müəllimlik, məsələn, mən indi memaram, rəsm öyrədə bilərəm, müəllim ola bilərəm. İngilis dili öyrənərəm, tərcüməçi kimi də işləyə bilərəm. Sonra nə bilim, proqram öyrənib proqram öyrədə bilərəm, onunla pul qazana bilərəm. Yəni elə bilərəm bunu. Bunun üçün gedim ayrıca müəllimlik oxuyum, tərcüməçilik qrup var da, yəni eləyim. Əlbəttə onlar qədər bilə bilmərəm, amma ən azından pul qazanmaq istəyirsinizsə, bir irəliləmək istəyirsinizsə, yəni bunu belə də elə bilərsiniz. Amma memarlıq elə sənətdir ki, dediyim kimi, bunu oxuyan bilər. Həkimlik elə bir sənətdir ki, yəni bunu oxuyan bilər. Başa düşdünüz? Yəni memar ola həkim ola bilmərsiniz falan. Amma memar ola öz sahəvizin müəllimi ola bilərsiniz də, yəni sizə belə deyim, daha doğru şəkildə. Yəni dediyim kimi, memarlıq sənəti dediyim kimi budur, buna tələbat da olacaq, nə bilim süni intellekt gəlib bunu əzib keçməyəcək. Başqa nə bilim Azərbaycan memarlıq yoxdur, söhbəti yox. Sadəcə çabalamalısınız. Bilirsiniz necə? Yəni dediyim kimi, proqram öyrənəndən sonra siz, dil öyrənəndən sonra, bu sənəti həqiqətən istəyəndən sonra və Allah da sizə qapı açacaq əlbəttə, dediyim kimi, və bacaracaqsınız. Yəni niyə də bacarmayasınız? Niyə də sizə yol olmasın siz bu qədər şey eləyəndən sonra? Hə, sizin rəsm müəllimi haqqında mən bilirsiniz nə tövsiyə edə bilərəm? Yəni da dediyim kimi, universitetin daxilində ən yaxşısı, məsələn, mən kurslara da getdim, ayrı bir müəllimin yanına da getdim, evində, emalatxanasını öyrədən. Universitetin daxilində indi, məsələn, bəzi suallar yaranacaq da, niyə universitet daxilində müəllimlər var, gəlib hazırlaşdırırlar da özləri getmədiniz. Universitet daxilində ağlıma gəldi. Sadəcə birinci əvvəl bilmirdim, yəni universitet daxilində eləyərlərmi falan. Ətrafdan axtarırdım. Sonra dedim, qoy maraqlanım görüm universitetin daxilində varmı? Sadəcə alınmadı bəzi səbəblər görə universitet daxilində gedim, hazırlaşım. Ətrafda olmadı. Yəni, amma sizə onu tövsiyə edə bilərəm ki, həqiqətən universitet daxilində, əgər özünüz eləyə bilmirsinizsə, dediyim kimi, yəni rəsm müəllimi axtarırsanız universitet daxilində gedin. Bilirsiniz niyə? Məsələn, mənim qrup yoldaşlarımın arasında da var, görmüşəm. Məsələn, onlar çox tanış yığırlar ətrafına, universitetdə tanışları da olur. Nə bilim, bir-birlərini də tanıyırlar, yaxın olurlar, universiteti tanıyırlar, müəllimləri tanıyırlar, nə bilim, yəni həm də həmin müəllimin yanında hazırlaşmaq başqa şeydir də, yəni başa düşdünüz. Əmin-amanlıq yaranır da, o sizə hər şey imtahan sisteminə bağlı, nəsə bir dəyişiklik oldu deyir falan. Yəni həmin imtahanda da o müəllimi görəndə biraz stressiniz də azalır, sizə onu tövsiyə edə bilərəm. Son olaraq dediyim kimi, videom bu qədər. Hələ daha çox şey də danışa bilərdim. Hətta bəlkə də bəzi şeylər bu videoda danışmamalıydım, bilmirəm. Amma dediyim kimi, ayrı bir videoda hazırlayaram. Universitet proqramı ilə bağlı falan, ixtisas seçimi ilə də bağlı ayrı. Bir də yəni nə də olsa memarlıqdan əlavə bir abituriyent olmuşam. Elə davranıram ki, sanki hər şey memarlıq. Abituriyentlik şey haqqında da sizə məlumat verə bilərəm. Kömək falan. Çünki dediyim kimi bilirəm də, yəni hansı mövzuda əziyyət çəkirik, hansı mövzuda çaşırıq falan. O mövzuda da kömək ola bilərəm, video hazırlaya bilərəm. Belə. Çox sağ olun. Bura qədər izlədinizsə çox sağ olun. Ümid edirəm kömək ola bilmişəm. Kömək oldumsa nə xoş mənə. Həqiqətən. Belə yəni. Sağ olun. Sizə çox-çox uğurlar arzu edirəm bu arada. Ümid edirəm memar olarsınız.